Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxan Sadıqlı. Bugünkü video izahda ədədin modulu, ədədin əksi, tərsi, ədədi ortası və həndəsi ortasına aid mövzu izahlarına baxacağıq. Ədədin modulu deyəndə nəyi nəzərdə tutulur? Modul ümumiyyətlə, baxın, tutaq ki, bir ədədi tapmaq üçün ədəd oxu çəkək. Başlanğıc nöqtəsinə 0 qeyd edək. 1, 2, 3, buraya yazaq -1, -2, -3. Deməli, hesablama başlanğıcından A ədədinə qədər olan məsafə A ədədinin modulu deyir. Yəni, nə deməkdir? Məsafə sözünü yadda saxlayın. Məsafə. Məsafə mənfi ola bilərmi? Yəni, məsələn, biz -5 kilometr getdik və s. Demirik. Məsafədən söhbət gedirsə, məsafə müsbətdir. Yəni, ədədin modulu deyəndə biz ona görə nə edirik? Həmin ədədin hər zaman nəyin götürürük? Müsbətini götürürük. Tutaq ki, hesablama başlanğıcı hər zaman nə götürülür ədəd oxunda? 0. Tutaq ki, deyir -3. Modulda -3 bərabərdir 3-ə. Yəni, başlanğıcdan -3-ə qədər məsafə nə qədərmiş? 3-müş. Ona görə ədədin modulu hər zaman nə olur? Müsbət olmuş olur. Bəs qayda kimi necə göstərilir? Tutaq ki, yazılır, burada qeyd edilir. A böyük bərabər 0-dır. Onda modulda A bərabər olur A-ya. Nümunəsini yazaq. Tutaq ki, A bərabərdir 0 olsun, bir də A olsun, məsələn, 7. A 0 olanda olur, modulda 0 bərabərdir 0-a, modulda 7 bərabərdir 7-yə. Bir də belə bir şey qeyd edilir. A kiçikdir 0-dır. Yazır, modulda A bərabərdir -A-ya. Və burada bir çox şagirdləri çaşdıran məqam budur ki, biz axı dedik ki, ədədin modulu hər zaman müsbətdir. Niyə modulda A -A-ya bərabər oldu? Baxın yoldaşlar, məsələn, A-ya qiymətləri verək. A bərabər olsun, tutaq ki, -5-ə, bir də yazaq, tutaq ki, -3. Onda nə olacaq? Birincisi üçün baxaq. Modulda -5 bərabərdir. Baxın, buradakı mənfi qaydanın mənfisidir, düzdürmü? Həmin o mənfini qoydum. A-nın yerinə nə qoymalıyam? A-nın yerinə qoymalıyam -5-i. Yəni, buradakı A-nın yerinə qoyuram? -5. Buradakı mənfinin işim yoxdur. Bax, bu mənfini qoydum. A-nın da yerinə nəyi qoyuram? -5-i qoymuş olurum. Qoydum -5. Mənfi müsbət yarandı. Oldu 5. Yəni, biz bu mənfini yazmasaq əgər modulda, mənfini yazmasaq, bu -5-ə bərabər olmuş olur. Və də bu da nə edər? Qaydanı pozmuş olur. Digər nümunə yazaq. Məsələn, yazırıq ki, modulda -3 bərabərdir. Bax, bu qaydamızın nə idi? Mənfisini yazdım. A-nın yerinə nə yazıram? A-nın yerinə yazacağım ədəd -3. Yəni, buradakı A-nın yerinə də nə yazıram? -3. -2 mənfi bizə nəyi verir? Müsbəti verir. Ona görə 3-ü vermiş oldu. Yəni, bir dəfəlik də yaza bilərik. Modulda -5 5-dir. Modulda -3 3-dür. Amma hardan gəldi və bu qaydanı görəndə deməli, çaşqınlıq yaradan səbəbi aradan qaldırmış oldu. Yəqin ki, ədədin modulu aydın oldu. Modul bir növ nə idi? Məsafə. Ona görə ədədin modulu hər zaman nə olur? Müsbət olmuş olur. A 0-dan böyük və ya bərabər olanda həmin qiymətin özü alınır. A 0-dan kiçik olanda isə modulda bərabər olur -A-ya. Bir nümunə yazaq, tutaq ki. Məsələn, yazaq ki, deməli, A deməli, böyük bərabərdir 0-dır. Yazsın ki, modulda 7, üstə gəlsin modulda 8, çıxılsın deməli, modulda 2. Bunun da olacaq elə adı qədər 7, üstə gəl 8, çıx 2. Bu formada hesablanır. Amma yazsa ki, tutaq ki, A kiçik bərabər, bərabər ola bilmir, daha doğrusu kiçikdir 0-dan, demək, 0-dan kiçik yazıram ki, məsələn, -6 üstə gəlsin -4 çıxılsın məsələn, 5. Baxın, -6. Yenə modulda qiyməti müsbət 6. Üstə gəl, -4. Qiymətin olacaq müsbət 4. -5 çıxılsın, -5 qiymətin olacaq müsbət olmuş olacaq. Və qalanı da hesablayacaq. Yəqin ki, tam aydın olmuş olur. Hərflərlə verəndə isə, məsələn, tutaq ki, yazır ki, A böyük bərabər 0-dan. Modulda yazır ki, 2A çıxılsın modulda, məsələn deyirəm, 8A üstə gəlsin modulda tutaq ki, 5A. 0-dan böyük bərabərdirsə öz qiyməti ilə çıxılacaq. Yəni olacaq 2A
Çıx 8A üstə gəl 5A. 2-dən 8 çıxanda -6A, yəni hesablı qiymətini də yaza bilərik. 6, 5, 6-dan 5-in çıxanda -A böyüyün qiyməti yazılır. Yəni bu moduldan -A çıxmadı ha. Sadəcə hesabladığımız cavabı -A etmiş oldu. İndi də əlavə baxaq. Tutaq ki, A kiçikdir 0-dan. Yazsın ki, modulda A çıxılsın modulda -2A bərabər. Baxın, bir-bir baxıram. Modulda A üçün baxıram. Modulda A üçün nə olacaq? Deməli, deyir ki, A 0-dan kiçikdirsə nə olur? Bunun əksi olur. Yəni, qarşısına mənfi qoyuruq. Olur -A. Sonra deməli, -2A üçün baxaq. 0-dan kiçikdir, düzdürmü? 0-dan kiçikdirsə, bu da nə olmalıdır? Əksinə çıxmalıdır. Əksinə çıxacaq, bu da olacaq -2A. Düzdürmü? Olacaq -A. Bax, buradakı çıxmadı ha. Buradakı çıxmanı yazıram, qırmızı ilə göstərirəm. Çıxılsın, deməli, -2A. Bu da bərabərdir. -A çıxma nəyə çevrilir? Toplama. Üstə gəl 2A olmuş olur. Böyüdən kiçik çıxırıq, cavabımız olur A. Yəni, bu ifadənin qiyməti nəyə bərabərdir? A-ya bərabərdir. Bunu bir ədəd üzərində göstərək, tam aydın olmuş olsun. A-da onsuz burada nə idi şərtimiz? 0-dan kiçikdir. Məsələn, A bərabərdir neçə olsun? -7. Hesablayaq. Tutaq ki, yazıram. Eynən buradakı ifadəni -7 ilə əvəzləyirəm. Modulda -7 çıxılsın. Modulda -2 vur nəyə? 7-yə. Bərabərdir. Modulun qiyməti hər zaman dedik nə olmalıdır? Burada modulu qoyaq. Müsbət olmalı. -7-ni 7 kimi yazıram. Çıxılsın. 2, 7-nin 14. Yəni -14. Mənfinin qiyməti hər zaman nə olur? Müsbət. Çıx 14 olmuş olur. Və 14-dən 7-sin çıxanda cavab bərabər o nəyə? -7. Bayaq cavabı nə tapmışdıq? A tapmışdıq. A-da nə olmuşdu? 0-dan kiçik. Və burada da cavabı neçə tapdıq? -7. A-nın yerinə neçə qoymuşduq? Bax, burada da yazmışıq, qeyd eləmiş. A-nın yerinə -7 qoymuşduq. Və cavabımız da -7 olmuş oldu. Eyni cavabı almış olduqmu? Bəli. Növbəti izahlara baxaq. Ədədin əksi deyiləndə deməli nəyi nəzərdə tutur? Tutaq ki, bu bizim ədəd oxumuz olsun. Formada qeyd edək. Başlanğıc nöqtə 0. Buraya yazıram 1, 2, 3, 4. Bura olur -1, -2, -3, -4 və s. Qısa şəkildə yazdıq ki, tam aydın olsun. Ədədin əksi deyiləndə, əksi deyilirsə, əksi qarşısına nə artırılır? Mənfi artırılır. Mənfi. Ədədin əksi qarşısına mənfi artırılır. Ədədin əksi ilə cəmi yadda saxlayaq. Ədədin əksi ilə cəmi, əksi ilə cəmi. Cəmi hər zaman neçə olur? 0 olur. Məsələn, tutaq ki, götürürəm 1. 1 ədədinin əksi deyirsə, -1. 2 əksi götürürsə, -2. Və yaxud da -4. Əksi 4 olacaq. Və yaxud da yazıram -7-də 3. Əksini yazaq. Əksi olacaq neçə? 7-də 3. Çünki mənfinin qabağına bir dənə mənfi verəndə nə olacaq? Müsbət olmuş olacaq. Və yaxud da yazıram 4-də 1. Əksi olacaq -4-də 1. Və dedik ki, ədədin əksi ilə cəmi nə olur? 0 olur. Əksi ilə cəmi 0 olur. Məsələn, yoxlayaq elə buradakı. -7-də 3 üstə gəl 7-də 3. 1-i mənfi, 1 müsbət, 1-1 islah oldu. Cavab 0. Və yaxud da tutaq ki, yazıram ədəd olsun. 0,56. Üstə gəlsin. Bunun əksi nə olacaq? -0,56. Cəmləri 1-i mənfi, 1 müsbət islah oldu. Cəmləri oldu 0. Əksi çox rahat. Ədədin qabağına sadəcə nə artırıq? Mənfi artırıq. Ədədin qabağına mənfi artırırıqsa, deməli, mənfi ədəddirsə müsbət olacaq. Müsbət ədəddirsə nə olmuş olacaq? Mənfi olmuş olacaq. Sonra isə bir də var. Ədədin nəyi? Buradan qeyd edək. Ədədin tərsi. Ədədin tərsi. Hasilləri 1 olur. Hasilləri 1 olur. Ədədin tərsi deyəndə 1-i həmin ədədə bölürük. Məsələn, deyirəm, 7-nin tərsi 1/7. Yəni, 7-də 1 olur. Tutaq ki, sonra 4-də 3-ün tərsi 1/4-də 3. Bu əksinə 1 vur 3-də 4.
Yəni 3-də 4 olmuş olur. Bunu belə şifahi şəkildə yadda saxlaya bilərsiniz. Ədədin tərsi deyəndə məxrəclə sürət yerini dəyişir. Natural ədədi verdikdə, məsələn, -8 isə tərsi olacaqdır, elə qeyd edirəm. Tərsi elə olacaq -8-də 1. İşarəsi dəyişirmi? Xeyr. Çünki işarə əksində dəyişir. Və ya tutaq ki, yazıram -5-də 4. Tərsi deyirsə 1-ə böləcək, yəni 1-i böləndə həmin ədədə vurmayacaq axı. Əksinə yazırsınız -4-də 5 oldu tərs. Və yaxud da 9 tərsi nə olacaq? Məndən qabaq qeyd edin. 9-da 1. -9-da tutaq ki 5 tərsi nə olacaq? -5-də 9. Bu oldu tərs. Və nə demişdik? Ədədin tərsi hasilləri neçə olur? Yəni tərsin hasilləri 1 olur. Yoxlayaq, məsələn. Bunda baxaq. -8 vurulsun -8-də 1. 8-dən ixtisar etdi. Mənfini mənfiyə vurdu. Müsbət cavab oldu 1. Və ya -9-da 5 vurulsun -5-də 9. 9-dan ixtisar etdi. 5-lər də getdi. Mənfini mənfiyə vuranda müsbət. Cavab etdi 1. Demədi ki, -1 edir. Xeyr. Tərs ədədlərin hasili, yəni verilən ədədin tərsi ilə hasil hər zaman neçə olur? 1 olmuş olur. Tərsini də yəqin ki, anladıq. Keçək əlavə izahlara. Əlavə deyə bilərik deməli nədən? Ədədi orta. Ədədi orta rahat bir bölmədir. Qısa şəkildə deyəcəyik. Ədədi orta verilən ədədlərin cəminin sayına bölünməsi. Məsələn, tutaq ki, verilən ədədlər A-dır, B-dir, C-dir. Həmin bu ədədləri toplayırıq. A üstə B, üzərinə gəl C, bölürük sayına 3-ə. Məsələn, tutaq ki, olsun 4, 6 və yaxud da burada yazaq 8. Ədədi orta verilən ədədlərin cəminin 4 üstə 6 üstə gəl 8 böl sayına 3-ə. 18 3-ə böləndə düşür. Deməli, ədəd ortası neçə? 6. Və yaxud da tutaq ki, -5, tutaq ki, -7 və məsələm olsun 9. Bunların cəmini -5 üstə -7 üstə -9 sayına bölürük, 3-ə bölürük, cavab eləyir deməli 7. Bu formada yadda saxlaya bilərik. Müsbət ədədlərə, mənfi ədədlərə verilən ədədlərin cəminin sayına bölünməsi ədədi ortanı verir. 2 ədəd veribsə, tutaq ki, 7 və 5. Ədədi ortasını soruşursa, topla böl 2, 6-dır. 5 ədəd veribsə, məsələn 1 üstə 2 üstə 3 üstə 4 üstə 5. Ədədi ortasını soruşursa, sayına, yəni 5-ə böləcəksən. Gələcək ədədi ortası 3-dür. Yəni ədədi orta verilən ədədlərin cəminin sayına bölünməsidir. Sonra isə həndəsi orta. Həndəsi orta. Həndəsi orta isə nədir? Ədədlərin həndəsi ortasını tapmaq üçün. Tutaq ki, məsələn, hər hansı bir A ədədi böl X-a bərabərdir. Həmin X ədədi böl B. Həmin bu bərabərliyi ödəyən müsbət X ədədinə həndəsi orta deyilir. Yəni, bu bərabərliyi ödəməsi üçün də burada çarpa şəkildə vuranda, X-i X-ə vuranda, X vur X bərabərdir A vurulsun B. Yəni, buradan anılır ki, X-in kvadratı bərabərdir A vurulsun B. Buradan kök əsası X bərabərdir kök altında nəyə? A vurulsun B. Bu formada hər hansı birin, laf üstəkini də qeyd edək. Bu 3 dənədən hər hansı birini yadda saxlaya bilərsiniz. Heç bir fərqi yoxdur. Məsələn, bir nümunə yazaq. Tutaq ki, bizə desin ki, 4 və 9-un həndəsi ortasını tap. Onda nə olacaq? X bərabərdir kök altında 4 vur 9. O da bərabərdir kök altında 36. X onda bərabərdir neçəyə? 6. Həndəsi ortası oldu 6. Sonra əlavə nə deyə bilər bizə? Məsələn, başqa bir ədəd deyək. Tutaq ki, olsun, deməli, 8 və məsələn, desin ki, 3-ün həndəsi ortası. Onda olacaq X bərabərdir və yaxud da X kvadratı da bərabərdir. Qeyd etdiyim kimi, burada birinci, ikinci, üçüncü, hər hansı birini yerinə eyni şeylər də onsuz. Sadəcə eyni şeyləri müxtəlif hala salınıb. Eyni şeylər müxtəlif hala salınıb. Bərabər olacaq kök altında 3 vur 8-ə. Buradan da X bərabər olacaq 8-dən 2 çıxar. 2 kökdə
Deməli 3 4-ün 12. 2 daha doğrusu 4. 24-dən neçə çıxar? 4 çıxar, bəli. 2 yox, 4. Yazarıq ki, 4. 8-i tümkü necə yaza bilərik? Kök altda 3 vur 2-yə, vur 4-ə. 4-dən 2 çıxar. Deməli 2 kökdə 3 2 6. 2 kökdə 6. Cavabımız oldu bu. Yəni ədədin həndəsi ortasını tapmaq üçün qaydamız necədir? X bərabərdir verilən ədədlərin hasili nə də kök altında. Verilən ədədləri nə edirik? Kök altında hasilin tapmış oluruq. Bundan əlavə də deməli əsas nəyi yadda saxlayırsınız? Bundan sonraki məsələlərdə bizə lazım olacaq. Hər hansı bir ədədin ədədi ortası, ədədi orta hər zaman qeyd edirik. Ədədi verilən hər hansı iki ədəd ədədi orta hər zaman böyük və bərabərdir. Verilən ədədlərin nəyindən? Həndəsi ortasından. A vurulsun deməli B-dən. Məsələn, ədədi orta nə olsun? A üstəgəlsin B bölünsün 2. Hər zaman böyükdür nədən? Biraz aşağıdan yazaq. Böyük və bərabərdir həndəsi ortasından. Həndəsi ortasından. Və burada yadda saxlayaq. A da böyükdür 0 olmalı, B də böyükdür 0 olmalı. Bunun üçün bir nümunə göstərək. Tutaq ki, yazaq, deməli, bərabərlik şərtini göstərək. Bərabərlik şərtini göstərmək üçün yazıram neçə? Ədədlərdən biri olsun 1, digərini də elə götürürəm 1. 1 və 1. Yazdım mı? Bəli. 1 ilə 1. Ədədi ortasını tapmaq üçün 1 üstəgəl 1 böl 2 olur. 1 üstə 1 2, 2 2-yə böləndə 1. Ədədi orta oldu neçə? Ədədi orta oldu 1. Həndəsi ortasını tapaq. X bərabərdir kök altında 1 vur 1. X də bərabər olur nəyə? 1. Həndəsi ortaları oldu neçə? 1. Nə qeyd etmişdik? Ədədi orta böyük bərabərdir həndəsi ortadan. Ədədi orta 1-dir, böyük bərabərdir 1-dən. Böyüklük şərti ödəmir, amma bərabərlik şərti ödəndimi? Bəli. Başqa bir ədədə baxaq. Qayda necə oldu? A üzərinə gəl B, yəni ədədi orta bölük. Böyük bərabər həndəsi ortadan. Yəni kök altında A vurulsun B-dən. Burada A da, B də ikisi də böyükdür nədən? 0-dan. Başqa bir nümunə yazaq. Tutaq ki, məsələm yazaq. Deməli 7 üstəgəl 15 böl 2. Böyük bərabər olmalıdır. Kök altında 7 vur 15-dir. 7 üstə 15-i 22 2-yə böləndə 11. Kök altda 7-ni 15-ə vuranda bu eləyir kök altda neçə? 105. 100-dən təxmini kök çıxır 10. Bundan da təxmini çıxır 10 tam nə bilim neçələrsə. 11 həqiqətdən də 10 tam neçədənsə nə olur? Böyük olur. Bu bir mütləq qaydadır. Bunu yadda saxlayaq. İzahlar hələ ki bu qədər. Növbəti izahlarda görüşənədək özünün hər hansı bir çətinlik çəkdiyiniz bölmə və ya hər hansı bir testlər varsa rəy bölməsində qeyd edə bilərsiniz. Hər birinizə uğurlar. Növbəti video izahda görüşənədək hələ ki hələlik.